Salam, mənim adım Rəvandır. Bu gün sizə Reyza 2-ci hissə 4-cü sinif səhifə 63-ü izah edəcəyim. Gəlin başlayaq. Birinci sual. Boş xanaya uyğun ədədləri tapın. 600 kiloqram üstəgəl 0,5 ton bərabərdir neçə kiloqram? Biz indi burada bilirik ki, 0,5 kiloqram bərabərdir 500 kiloqrama. Yəni biz də bildik ki, 600-ün üstünə 500 gəlsək, eləyər 0, 0, 65, 11. Yəni biz tapdıq ki, 6 kiloqram üstəgəl 0,5 ton bərabərdir 1100 kiloqram. Keçək indi ikinciyə. 2-də 1 gün üstəgəl 8 saat bərabərdir neçə saat? Biz indi 2-də 1 günü tapırıq ki, bir gün neçə saatdır? 24 saat. Biz indi nə etməliyik? 24-ü böləcəyik 2-yə. Bərabərdir 12. İndi biz tapdıq ki, 2-də 1 gün 12 saatdır. İndi 12 saat üstəgəl 8 saat gəlsək, bərabərdir 20 saat. Yəni biz tapdıq ki, bura 20 saatdır. Keçək indi üçüncüyə. 12 gün çıx 7-də 4 həftə. Biz indi bilirik ki, bir həftə 7 gündürsə, 7-ni 7-yə böləcəyik 1, 1-i də vuracaq 4-ə, eləyəcək 4. Yəni biz tapdıq ki, 7-də 4 həftə, 4 gün, bizdə də 12 gün verilib. 12 gündən də 4 gün çıxsa eləyər 8 gün. Keçək indi 4-cüyə. 0,6 üstəgəl 300 millilitr. Biz indi bilirik ki, 0,6 litr 600 millilitrdir. Biz bilirik ki, 1 litr 1000 millilitrdir. Biz indi 600-ün üstünə 300 millilitr, yəni 600 üstəgəl 300 millilitr bərabərdir 900 millilitr. Yəni biz tapdıq ki, bu 9, yəni 0,9 litr. Burada litr deyilsə, onda burada 0,9 yazılır. Yəni 0,9. Bir dəqiqə. Yəni belə. İndi keçək 4-cüyə. Başım 5-ciyə. 40 saat bərabər 40 saat çıxır 8-də 3 gün. Biz yəni bildik ki, bir gün 24 saatdır. 24 saatı 8-ə bölüb 3-ə vuranda neçə? 24-ü 8-ə bölsək 3, 3-ü də 3-ə vursaq 9 edər. Burada 40 saatdır, burada 9 saatdır. 40-dan 9 çıxsa eləyər 31 saat. Biz tapdıq ki, burada 31 saatdır. 1375 kilometr çıxır 8-də 5 kilometr. Biz bilirik ki, 8-də 5 kilometr 1000 metrə bərabərdir. İndi biz 1000-i 8-də 5 kilometr axı. 1000-i indi 5-i 8-ə bölsək eləyər. Bir dəqiqə. Onda 8 bir dənə, onda 1-i 8-ə vuracaq 8. Buradan da 2, 20. 20-də neçə 8 var? 2.
İndi bizdə 2 16 biz də tapdıq ki 2 16'dırsa, bir dəqiqə ən yüksəkdən yazım ki siz daha rahat görə biləsiniz. İndi biz tapdıq ki 1 8, yəni onun içində bir dənə 8 var. Buradan da ondan 8 çıxdı 20. İndi biz deyirik ki 20'nin içində nə qədər 8 var? 2 dənə 8. İndi 2'ni də 8'e vurarıq 16. Biz də indi 20'də 16 çıxarıq 4. İndi burada da 0 var. 0 da bura gətiririk. 40'ı da 8'e böləndə 5 edir. 5 edir. İndi biz tapdıq ki 8'e böləndə 125 edir. İndi 8'e 5 deyir axı. İndi biz 125'i vuracağıq 5'e. 5 5 25. 5'i buraya yazdın. 2 yatda. 2 5 5 5 25. 5'i buraya yazdın. 2 yatda. 2 5 10. Bir tane de 2 var idi. Onun için 2'ni buraya yazdım 1 yatda. 1 5 5. Bir tane 1 vardı 6. 625. Şimdi biz tapdıq 8'e 5 kilometre 625 kilometre metrdir. Sonra ise bizden istəyir ki 1375'də 1375 625'i çıxacaq. 1375 çıx 625 0 7 2 4 5 baxın. 7'den çıxdım 5 13'dən də 6 çıxırıq 7. Cavab edir 750. Keçək ikinciyə. Müqayisə edin. 0,8 kilometr ulduz 8 qram. Burada 0,8 kilogram daha böyükdür. 3 saat, 1 saat, 3'də bir gün, 3'də bir gün ulduz 1440 dəqiqə. Biz de burada bilirik ki 1 saat 3'də bir gün daha böyükdür. 1,5'də 1 kilometr ulduz 1200 desimetr. Burada 1,5'də 1 kilometr daha böyükdür. Burada 32.000 kilogram ulduz 2 ton. 2 ton bərabərdir 2000 kilogram. Burada ise 32.000 kilogram. Burada 32.000 kilogram daha çox olacaq. 3,5 litr ulduz 0,50. Burada bilirik ki biz bu 3,500 3500. Burada 3050'dir. Onca burada bu olacaq. Yəni 3,5. 1 saat 1,6'da 5 saat və ulduz 110 dəqiqə. İndi biz de burada bilirik ki burada 110 dəqiqə daha olacaq. 110 dəqiqə daha çox olacaq. İndi 2,8'də 5 gün 130 saat. İndi burada da biz bilirik ki burada bu olacaq. Yəni 130 saat. Bir dəqiqə baxayım, burada 1,6'da 5 saat 110 dəqiqə burada səhv eləmişəm. Burada bərabər olmalıdır. Çünki 1,6'da 5 saat məsəl üçün 60'ı 6'ya bölürük. Onu da 5'e vururuq 50. İndi 1 saatda yəni 1 tam yəni 60 dəqiqəsə 60'ın üstədə 50 gələk 110. Burada 110 dəqiqə deyilsə orada bərabər olacaq. Burada dördüncü həm bayaq dediyimiz kimi də burada 130 saat olacaq. Keçək 3-cü suala. 11 martdan başlamaqla 25-ci gün hansı ayın neçəsinə düşər? Biz indi 25'in üstünə gələcək 11'i. Eləyəcək 36.
İndi biz bilirik ki mart 31 gündürsə, 36'dan çıxacaq 31'i. Bərabərdir 5. İndi martdan sonra aprel gəlirsə biz bilirik ki, aprelin 5'idir. Yəni hansı ayın neçəsinə düşər? Yəni aprelin 5'i. İndi keçək bir bəndinə. 2 sentyabr həftənin cümə günü olarsa, 12 sentyabr həftənin hansı gününə düşər? Biz indi məsəl üçün, indi ikinci gün həftənin cümə günüdürsə, yəni 5-ci günüdür. İndi biz belə taparıq. Mənim başqa yolları var, amma mənim düşüncəm belədir. 3 bərabərdir 6'ya, 4 bərabərdir 7'ye, 5 bərabərdir 1'ə, 6 bərabərdir 2'yə, 7 bərabərdir 3'ə, 8 bərabərdir 4'ə. Sonra 9 bərabərdir 5'ə, 10 bərabərdir 6'ya, 11 bərabərdir 7-ci günə, 12 bərabərdir 1-ci günə. Yəni biz belə tapdıq ki, yəni 3 sentyabr 6-cı günə, ayın 4'ü 7-ci günə, 5'i 1-ci günə, 6'sı 2-ci günə, 7'si 3-cü günə, 8'i 4-cü günə, 9'u 5-ci günə, 10'u 6-cı günə, 11'i 7-ci günə, 12'ci isə 1-ci günə. Yəni biz tapdıq ki, yəni 12 sentyabr bərabərdir 1-ci gün. Cavab 1-ci gün. Keçək 4-cüyə. Planı tamamlayın və fiqurlar həzminin vahid kublarını tapın. Məsələn, burada 3, 3, 2, 2'dirsə, yəni biz burada bilirik ki, bunun dalında məsələn 3 kub var. Bax, burada 2, 2. Yəni biz tapdıq ki, bura 2'dir. Burada bir dənə kub var. Bura 1 eləyəcək. Burada 1 kub var. Mən dairə olduğum yerin harda nöqtə görürsə mən oranı deyirəm. Bu üstdən baxanda bu kubun altında bir dənə də daha kub var. Yəni buraya 2 dənə yazacağıq. 2 yazacağıq. İndi bunların altına baxaq. Burada 2 kub var. Üstdən baxarkən buraya yəni 2 yazacağıq. Burada da 1 kub var. Yəni buradakı. Xətt çəkdim dairə. Yəni burada da 1 yazacağıq. İndi biz deyirik ki, həcmini tapın, yəni vahid kublarını. İndi biz bunların hamısını toplayacağıq. 3 üstə gəl 2, üstə gəl 2, üstə gəl 2. Sonra isə üstə gəl 3, üstə gəl 1, üstə gəl 1. Belə. İndi 3'ün üstə 2 gəlsək 5, 5'in üstə 2 gəlsək 7, 7'in üstə 2 gəlsək 9, 9'un üstə 3 gəlsək 11, 11'in üstünə də bir dəqiqə 3, 2, 5, 5, 7, 7, 2, 9, 1, 11 üstə 1 gəlir 12, 12 üstə də 1 gəlir də
13. Baxışa mən səhv hesablamışam. Neydi? Burada 3 üstə gəl 3. Buna hamısını toplayırıq. Üstə gəl 2, üstə gəl 2. Sonra 2 üstə gəl 2. Üstə gəl 2. Sonra isə bir dənə 2 və üstünə 1 üstə gəl 1. Bərabərlik neçə? 3, 3, 9, 3, 3, 6, 6, 8, 8, 8, 2 gəldi 10, 10 üstə 2 gəldin 12, 12 üstə 2 gəldin 12 üstə 2 gəldin 14, 14 üstə 16, 16 üstə 1 gəldin 17, 17 üstə 1 gəldin 18. Yəni cavab 18. Yəni bura bunun yəni həcmi vahid kubları 18-dir. Keçək indi B bəndinə. Buna bir dənə silib. Biz tapdıq burada 18-dir. Keçək indi B bəndinə. Burada 4, burada 2, burada 2. Yəni burada deyib ki, burada 2 dənə kub var. Burada 2 dənə var, burada da 1 dənə var. Yəni bura 2, bura 1. Burada 4 dənə kub var. Yəni 4. Buraya 4 yazıyor. Burada isə bunun dalında bir dənə kub var, altdadır. Bizi görmür ama onun altındadır. İndi biz burada yazacağıq 2. Bunun da yanında bir dənə var, buradakı kub. İndi bunun da altında bir dənə də kub var, amma biz onu görmürük. Burada 2 yazacağıq. Zaten görürsünüz ki, burada 2 yazılır. Bu kubu görürsünüz. Bu 2'nin yanındakı kubu. Bunun altında ise 2 dənə daha kub var, amma biz onu yenə də görmürük. Bura ona görə də 3 yazacağıq. Qaldı bir dənə bu hissə. Bu hissə də buradırsa, yəni biz bilirik ki, yəni burada 2'dir. Yəni bizə görünür. Bura 2, bura 2. Yəni yazılır. Burada 2, burada 2. İndi hamısını gəlin toplayaq. 4 üstə gəl 2, üstə gəl 2. Son bir dəqiqə bayaq şimdi çaşqınlıq olmasın deyə yan toplayacağım. 3 üstə gəl 2, üstə gəl 2, üstə gəl. Bir dəqiqə. Üstə gəl 2. Üstə gəl 4. Üstə gəl 4. Sonra 2 1 sonra üstünə təzədən 2 üstə gəl 2. Yəni bərabərdir cəmi 26. İndi burada yazmışam yer çatmadığı üçün 26. Yəni biz də bilirik ki, buranın cəmi 20. Vahid kublar 26'dır. Keçək 5-ci məsələyə. Şəkildə düzbucaqlı formasında eyni ölçüsü 4 sinif otağın planı verilmişdir. Hər sinif otağın perimetri 40 metrə bərabərdir. Hər sinif otağın sahəsi nə qədərdir? Gəlin biz birinci bu sualı tapaq. Sonra isə ikinci suala keçərik. İndi bizə nə deyir? Deyir ki, indi biz sahəsini tapmaq üçün nə etməliyik? Biz indi 48'i 4'e bölməliyik ki, hər sinif otağını deyir. Burada bütün koridorun, yəni bütün sinif otaqların sahəsini demir, hər sinif otağını deyir. Biz indi 48'i bölər 48'i 48'i bölək 4'e. Bərabərdir 12. Yəni 48'i
bölsək 4-ə 12 eləyəcək. Yəni biz tapdıq ki, bura yəni hər sinif otağının uzunluğu 12-dir. İndi biz enini tapmalıyıq. Enini tapmaq üçün nə edəcəyik? Biz tapdıq ki, bir sinif otağı 12-dirsə, indi biz də deyir ki, bir sahəsi 40 metrdir deyir bizə. Yəni bir otaq. İndi 12-ni vurarıq 2-yə 24. 24. Sonra isə 40-dan da çıxarıq 24-ü eləyər 16. İndi bizdə də indi tapdıq ki, 2 enin cəmi. Sonra 16-nı da bölərik 2-yə bərabərdir 8. Yəni biz də tapdıq ki, düzbucaqlığın eni 8-dir. Biz indi bildik ki, bura yəni uzun bir kvadrat, yəni bir otağın uzunluğu 12, eni isə 8-dir. İndi biz nə edəcəyik? 12-ni vuracağıq 8-ə. 2 8 6 2 8 6 bir yadda 1 8 8 bir dənə bir vardı 9 96. Perimetri hər sinif otağının tapması üçün ikinci yol da var. Məsələn, 12-ni bu səfər 8-ə vurmayacağıq. 48 8-ə vuracağıq. Sonra isə alınan cavabı böləcəyik 4-ə. Yəni biz də tapırıq ki, burada hər sinif otağın sahəsini tapırıq. Yəni biz tapdıq ki, hər sinif otağın sahəsi 96-dır. 96 metrdir. Yəni 96 96 96 96. İndi biz də nə edəcəyik? 500-ü vuracağıq 96-ya. Bərabərdir 48.000. Yəni bərabərdir 48 litr. Yəni bir sinif otağı üçün. Sonra deyir ki, bizə 4 otağın tavanını rəhləmək üçün. İndi biz bildik ki, bir otaq üçün 48 litrdirsə, biz indi 48-i vuracağıq 4-ə. Bərabərdir 48-i vuracağıq 4-ə bərabərdir 192. 8 4 32 vuracağıq 3 yaxda 4 4 16 bir dənə 3 vardı 19 yəni 192. Yəni biz tapdıq ki, cavab 192-dir. Keçək 6-cı məsələ. Düzbucaqlı paralelepiped formasında olan şokoladlar şəkildə ölçüləri verilən böyük qutuya yığılmalıdır. Bir belə böyük qutuya neçə şokolad yerləşər? Biz indi nə edəcəyik? Biz 5-i vuracağıq 30-a, vuracağıq 12-yə bərabərdir 1800.
Sonra isə bu qutunun həzmini tapmaq üçün 20 vur 30 vur 36 bərabərdir 21600. İndi bizdə deyir ki, bir belə böyük qutu, yəni neçə şokolad. İndi biz nə edəcəyik? 21600-ü böləcəyik 1800-ə. Bərabərdir 12. Tamam. 21600-ü böləcəyik 12-yə. 12-ni böləcəyik 1800-ə bərabərdir 12. Cavab 12. Hələ yazın. Keçək indi 7-ci məsələyə. Böyük qab 2100 ml su tutur. Göstərilən stəkanın hər ikisini istifadə etməklə bu qabı elə doldurmaq lazımdır ki, stəkanlar artıq su qalmasın. Stəkan deyək ki, elə dolduraq ki, 1 qram belə su qalmasın içində stəkanların. İndi biz nə edəcəyik? Biz birinci 500'ü vuracağıq 3'ə. Eləyəcək 150. Elədi 150. Sonra isə 1500 elədim. Baxışın 150 eləmədi. 1500 elədi. Sonra isə biz 2100'dən çıxırıq 1500'ü. Bərabərdir 0, 0, 6, 50, 600. 600 eli yəni indi 2'də 1 litrdir. İndi biz onda 3 litr şey elədik də. Onda 3 litr, indi baxın mən onda 500 adını tapdım demədim. Bu onda 3 litr var ha. Biz bunun 500 tapdıq ki, indi 1 litr neçədir? 1000. 1000 də ona bölərik 100, 100'ü də 3'ə bölərək 300. İndi 2'də 1 litr neçədir? 1000'i 2'yə böləcəyik 500. Sonra isə indi 500 elədə. Yox, indi bu onda 3 litrdə nə qədər olmalı? İndi bizdə 300 isə 600'ü də böləcəyik 300'ə bərabərdir 2. Yəni biz tapdıq ki, böyük qab, yəni 2'də 1 litrdən 3 dənə 2'də 1'dən 3 dənə, onda 3'dən isə 2 dənə istifadə edib. Cavab 2, 3. Bu qədər dostlar, valideynlər, uşaqlar. Bugünlük bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı, like atmayı unutmayın. Xoş izləmələr, bay bay.